Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün sizlərlə 15 iyul tarixində keçirilmiş MİQ imtahanında verilmiş bir sualın izahına baxacağıq. Keçək sualımıza. Hansı ki, bir çox müəllimlər deyirdilər, müəllim, sualdan şərtində natamamlıq var. Buradan başqa cavablar da çıxarmaq olar. Baxa görək nədir? E, Təxmini cavabları da orada imtahanda istifadə olunmuş cavablara uyğun yerləşdirməyə çalışmışam. Ə, Deməli, 11-ci sualda mənə deyir ki, DNT molekulunda sintez olunan 1200 nukleotiddən ibarət olan məlumat RNT üzərində 200 urasil nukleotid olduğunu nəzərə alaraq, DNT molekulunda 3 qat hidrogen rabitə sayına 2 qat hidrogen rabitə sayına nisbətini tapın deyir. Mən DNT molekulunu çəkirəm buraya. DNT molekulunu çəkdim. Və bu DNT molekulundan mənim RNT sintez olunacaq. Transkripsiya prosesi gedəcək burada. Deməli, mən DNT-ni bura qeyd etdim. Burada qeyd edirəm nəyi? RNT-ni. Tamam. RNT-nin üzərində ümumi 1200 nukleotid var və bunun 200 dənəsi nədir? Urasildir. 200 urasil. Təbii ki, bu RNT DNT-dən sintez olunduğu üçün və ya DNT-nin hər hansı bir zəncirindən sintez olunduğu üçün daha dəqiq desək. Nə olmuş olacaq? Deyək ki, bu zəncirdən, bax, ikinci zəncirdən sintez olunubdur. 200 urasilə uyğun olaraq mən DNT-nin bu zəncirinin üzərində nə yerləşdirməliyəm? 200 dənə adenin yerləşdirməliyəm. Ki, komplementarlıq prinsipi əsasında əlamat RNT-yə keçid edərkən nə etmiş olsun? ADN-nin yerinə timin yerləşməli olsun, amma timin RNT-də olmadığına görə onun yerində urasil yerləşmiş olsun. İndi bura qədər hər şey doğrudur, hər şey normaldır. Amma müəllimlər deyir ki, bəs bu 200 ADN nukleotidinə uyğun olaraq 200 urasil nukleotidi varsa, bəlkə burada həmin DNT-nin bu zəncirin üzərində əlavə olaraq da timin nukleotidləri yerləşmiş olsun. Yenə də şərt ödənir və hər şey qaydasındadır. Bəli, baxaq. İndi bu 200 ADN-ə uyğun olaraq 200 dənə nə olmuş oldu? Timin olmuş oldu. Və bu 200 ADN-dən əlavə mən burada timinləri də yerləşdirsəm, baxa görək nə baş verəcək. Deyək ki, timin olsa buna uyğun da məlumat RNT-nin üzərinə nə düşəcək? Artıq ADN düşmüş olacaq. Deyək ki, burada 600 dənə nə olmuş olsun? 600 dənə ADN olsun. Burada da 600 dənə nə olmuş olsun? Timin olmuş olsun. Və burada da 600 dənə adenin olmuş olsun. Həqiqətən də zəncirin sintezi buradan getməyəcək. Buradan getdiyi halda mən bunun verdiyi bu şərtdə hələ də tamlığı qoruyuram da. Yəni yenə də mümkündür də. Bu halı da mümkündür bu sualın. 600 adenin olmuş olsun. Deyək ki, geri qalan mən nukleotidləri verirəm nəyə? Guanindən sitozinin payına. Deyək ki, yerdə qalanların hamısı nə olsun? Guanin olsun. 600 plus 200, 800 getdi 1200 nukleotiddən. Qaldı 400 dənə. Yazıram 400 dənə nə? Guanin. 400 dənə guanini bura yazdımsa, 400 dənə də mən sitozin qeyd etməliyəm. Həmin DNT molekulunun o sintez gedən zəncirin üzərində. Və onun da qarşısına nə qeyd edirəm? 400 dənə e, guanin qeyd edirəm. Və bunların arasındakı rabitəyə baxdığım zaman baxıram ki, 200, 600, 800 dənə nəyim var? 2 qat rabitəm var. 400 dənə də nəyim var? 3 qat rabitəm var. Yazıram 400, çünki 3 qat rabitənin 2 qat rabitəyə nisbətini hesablayır. 400 bu 3 qat rabitənin sayıdır. Bölünsün nəyə? 800-lə. Bu da 2 qat hidrogen rabitəsinin sayıdır. 400-ün 800-lə nisbəti 4 ilə də 800 gedəndə qalır nə? 1 bölünmüş 2 nisbətdən. Mən bu verilmiş şərtə tam riayət elədim. Heç bir pozuntu yoxdur. Dediyi rəqəmlər tam-tamına yerindədir. Heç nəyi dəyişdirmədim. Sadəcə əlavə bura yazıla biləcək nukleotidi də qeyd etdim ki, yəni bu da ola bilər, timin nukleotidi ola bilər, yəni əlavə olaraq. Və həmin 200 urasilindən əlavə 600 dənə də, 500 dənə də, 400 dənə də, hər nəysə. 600 seçdim ki, cavab uyğun gəlsin. Oradakı verilən cavablara belə deyək, başqasına da uyğunluq olsun. Nədir? 600 adenini də burada yerləşdirə bilirmişəm həqiqətən də. Şərtdə pozğunluq olmadı, heç bir dəyişiklik olmadı və cavab nə alındı? 1-2 nisbəti alınmış oldu. Yəni demək istədiyim, əziz müəllimlər, təklifinizdə və etirazınızda haqlısınız və bunu bu şəkildə apellyasiya imtahanına təqdim edərək
tam şəkildə haqqınızı tələb edə bilərsiniz və bu sizin çox böyük ehtimalla xeyrinizə hesablanacaqdır. Belə əziz müəllimlər, dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.